Azərbaycan Milli Avtomobil Klubu tərəfindən təşkil olunan Sumqayıtda yol təhlükəsizliyi son 3 ilin yekunları və yeni hədəflər adlı hesabat tədbiri keçirilib. Tədbirin məqsədi Sumqayıt şəhərində son 3 il ərzində yol təhlükəsizliyi sahəsində görülən işləri dəyərləndirmək, məktəblilər, valideynlər və sürücülər arasında maarifləndirmə səviyyəsini artırmaq və bu istiqamətdə infrastrukturun təkmilləşdirilməsi üçün aidiyyatı qurumlarla əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Tədbirin açılışında çıxış edən AMAK-ın rəhbəri Vüsal Rəcəbli Sumqayıt şəhərində yol hərəkətinin təhlükəsizliyi sahəsində həyata keçirilmiş layihələr, maarifləndirici kampaniyalar və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verib. O, həmçinin qarşıdakı illərdə planlaşdırılan yeni təşəbbüsləri də tədbir iştirakçılarına təqdim edib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin, Dövlət Yol Polisi Şöbəsinin, Sumqayıt Tibb Mərkəzinin və Abşeron Xızı Regional Təhsil İdarəsinin nümayəndələri iştirak edib. Tədbirdə həmçinin son 3 il ərzində Sumqayıt şəhərində 2, 4 və 12 nömrəli məktəblərin qarşısında yol təhlükəsizliyi infrastrukturunun təkmilləşdirilməsində mühüm rol oynamış AMAK əməkdaşı Həsən Xıdırovun fəaliyyəti xüsusi olaraq vurğulanıb. O, bu istiqamətdə həyata keçirdiyi layihələr vasitəsilə şəhərdə təhlükəsiz və maarifləndirici mühitin formalaşmasına töhfə verib. Həsən Xıdırovun təşəbbüsü ilə həmin məktəblərin qarşısında yeni yol nişanları, piyadalar üçün təhlükəsiz keçid zolaqları, işıqlandırma sistemləri və maarifləndirici lövhələr quraşdırılıb ki, bu da məktəblilərin təhlükəsiz hərəkətini təmin etmək baxımından müsbət nəticələr verib. Tədbirdə çıxış edən Həsən Xıdırov 2 nömrəli məktəbdən başlayaraq 12 və 4 nömrəli məktəblərdə həyata keçirilən abadlıq və yol təhlükəsizliyi layihələri barədə ətraflı məlumat verib. O, bu işlərin həyata keçirilməsində Sumqayıt şəhər İcra Hakimiyyəti və Dövlət Yol Polisi Şöbəsinin dəstəyinin vacibliyini vurğulayıb. Çıxışlar zamanı uşaqlar və gənclər arasında yol hərəkəti qaydaları üzrə biliklərin artırılması, onların bu prosesə aktiv şəkildə cəlb olunması məqsədi ilə davamlı təlimlərin və layihələrin həyata keçirilməsinin vacibliyi qeyd edilib. Eyni zamanda təhsil müəssisələri ilə dövlət qurumlarının birgə əməkdaşlığının daha da gücləndirilməsi zərurəti vurğulanıb. Azərbaycan Milli Avtomobil Klubu son 3 il ərzində Sumqayıtda 3 məktəb ərazisində yol təhlükəsizliyi, təhlükəsiz məktəb layihələrini həyata keçirmişdi. Bu iclasımızın, bu tədbirimizin əsas məqsədi də həm məktəb rəhbərliyinə, Nazirliyə, Təhsil Nazirliyinə, Dövlət Yol Polisinə, Daxili İşlər Nazirliyinə, Səhiyyə Nazirliyinə və bütün tərəfdaşlarımıza minnətdarımızı bildirmək idi və nəticələr haqqında deməli məlumat vermək idi. Həmçinin üzümüzə gələn bir neçə illik planları müzakirə edib, deməli layihələri davam etdirmək müzakirəsi nəzərdə tutulmuşdu. Onu da elədik. Təşəkkür edirik Sumqayıt İcra Hakimiyyətinin rəhbərliyinə və ümumiyyətlə Sumqayıtlılara ki, bu imkanı yaratdılar. Tədbir xatirə fotosu ilə yekunlaşıb. Elvin Qudrətov, Şəmsistan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.